Bizim cəmiyyətə imam olan da yazıq olub, Yezid olan da. Vətəndaş mövqeyimlə Rayət İmam Əliyev. Kanalıma abunə olub bəyənməyinizi xahiş edirəm. Bu videoya baxın. Əqrəblər çox məqsəd yönlü insanlar olurlar. Dodaqda dolğu var, dişlər vinildi. Buxağını götüzdürüb, burnunun ucunu çox qaldırıblar. Məncə kimsə rəngli linzaları qadağa qoymalıdır. Dırnaqları qaynaqdır, gözlər dartılır, yanağı da çox olur. Görəsən öz saçı nə rəngdir? Siz də təbiiliyi daha çox sevirsiniz. Aktyor Taleh Yüzbəyovun təbiiliklə bağlı çəkdiyi bu reklamdan sonra eşitdim ki, Taleh bəyi, onun həyat yoldaşını və 12 yaşlı qızını belə bir videoya görə təhqir ediblər. Bu videoya istinad olaraq bir hadisə danışım. Məhərrəmlik ayı mənim doğulub boya başa çatdığım Naxçıvanın Ordubad rayonunda güclü keçirilir. Qətl gününə biz Şaxsey-Vaxsey deyirik orada. Şaxsey-Vaxseydə bütün kəndlərdə qətl mərasimi, qətl tamaşaları nümayiş etdirilir. İmam taxta oturur, Yezid də qorxunc sifətdə, qorxunc libasda meydanda gəzişir. Hamı da Yezidi lənətləyir, biri daş atır, biri torpaq atır, biri su atır. Qısacası, Yezidə nifrətlərini bu şəkildə bildirirlər. Bizim kənddə də Yezid rolunu bir Məşədi Həmzə adlı bir kişi oynayardı həmişə. Sonuncu Şaxsey-Vaxseydə Sərvinaz arvad meydanda onun başına aş süzən ilişdirdiyinə görə, növbəti Şaxsey-Vaxsey mərasimində Məşədi Həmzə iki ayağını dirədi bir başmağa ki, öldürsəniz də mən bu dəfə Yezid olmayacağım. Nə qədər dilə tuturlarsa xeyri yoxdur. Deyir, yox, mən bu dəfə imam rolunu oynayacağım. Deyirlər, ay Məşədi Həmzə, axı sənin bu sir-sifətindən zəhər tökülür, imamlığa yaramırsan axı. Deyir, yox, bu dəfə imam olmalıyam. Ondan sonraki mərasimlərdə eybi yox, siz deyən olsun, Yezid olaram. Axırda məcbur olub gedib qonşu kənddən Yezid rolunu aparan bir kişi tapıb gətirirlər. Məşədi Həmzəyə də imam paltarını geydirib taxta qaldırırlar. Elə mərasim təzə başlayanda bu Yezidi gətirib meydanda fırladırlar. Kimi bu Yezidə torpaq atır, kimi daş atır, kimi su atır. İmam rolundakı Məşədi Həmzənin də doğmaca nəvəsi pişmiş yumurtanı bu Yezidə nətər tolazlayırsa, Yezid başını belə əyir və pişmiş yumurta düz gəlir imam rolundakı Məşədi Həmzənin gözünün altını tutuzdurur. Gözü partlayan Məşədi Həmzənin qışqırığı meydanı götürür. İmam paltarlarını hisslə soyunub yerə tullayan Məşədi Həmzə əsəbi şəkildə qışqırır. Ay cəmaat, sizə imam olanın da var yoxu belə, Yezid olanın da. İndi gələk Taleh Yüzbəyovun təbiiliklə bağlı reklamına. Həqiqətən də bizim cəmiyyətə imam olan da yazıq olub, Yezid olan da. Əgər söhbət sırf bu videodan gedirsə, Taleh bəyi nəinki təhqir və tənqid edənlər belə, özlərini tanımayan, aşağı adamlardır. O reklam videosunda pis nə var ki? Heç nə yoxdur. Təbiiliklə bağlı reklamdır. Hə, qadını cansız əşya olan dondurma ilə müqayisə edirlər, eləmi? Və ya atla müqayisə, heyvanla müqayisə fikrinizlə, eləmi? Razılaşmıram. Onda qələm qaşlı, badam gözlü, piyalə dodaqlı, ox kirpikli, gözəllik vəsfləri, qadınlara edilən bu vəsflər cansız əşyalardır da. Onda niyə sizlərə ləzzət edir? Və ya ceyranla, maralla qadın gözəlliyi vəsfinə gəlincə, gərək uzun illər qabaq hökm kəsiləydi ki, qadınlarımızı bu maral, ceyran, heyvanla müqayisə etməyin. Əzizim, bunun adına vəsf deyirlər. Və dünyada elə atı götürək. At həm muraddır,
həm də vəfa, sədaqət rəmzidir. Nə var ki burada? Bilirsinizmi? Taleh Yüzbəyovdan xoşunuz gəlməyə bilər. Yaxşı aktyor kimi qəbul etməyə bilərsiniz. Amma təbiiniz və ağlar, onu və ailəsinə təmin edə bilməzsiniz. Bəli, bizim nənələrimiz də, analarımız da, bacılarımız da saçlarla məşğullar, saçlarla qaynaq edirlər. Səfər əyrilikləri. Bədən sahibi. Tuvaletdə həmin ehtiyacı, yəni nəcis vəzifə funksiyasını daşıyır. Əgər böyüdürsünüzsə, silikonlaşdırırsınızsa, belə kişiləri ehtiraslandırır. Üzr istəyirəm, anal seksə təhrik edirsiniz də. Döşləri silikonlayıb şişirtmək nə anlamı verir, deyil mi? Kişiləri yoldan çıxartmaq, pul qazanmaq, həci tapmaq, alimentlərə gedən yolu genişləndirmək, ailə dağıtmaq. Hər şey edin, özünüz bilərsiniz. Amma adamı tənqid və təhqir etmək sizin haqqınız deyil. Təbiilik sevmirsinizsə, niyə mağazalarda broiler yox, təbii kənd yumurtası axtarırsınız? Broiler toyuqdan çox niyə restoranlarda kənd çolpası sifariş verirsiniz? Millə süd məhsullarını yox, niyə kənddən təbii inək südü gətizdirirsiniz, əgər təbiiliyə irad bildirirsinizsə? Çünki belələrinin, mən hamını nəzərdə tutmuram, o silikon bədən sahiblərinə, Taleh bəyi təhqir edənləri deyirəm. Belələrinin beyni başında yox, köhnə Zaporojets avtomobilləri kimi arxasındadır, dalındadır. Adama əhsən deyib alqışlamaq əvəzinə tənqid edirsiniz. Şəxsən mən deyirəm, halal olsun Taleh Yüzbəyov. Aya Prima adlı bir bloger var, bəlkə adını səhv deyərəm, üzr istəyirəm. Gənc bir qızdır. Dediyinə görə blogerdir. Yaxşı sarkazm ustasıdır. Özü də savadlı qızdır, bildiyim qədərilə hüquq fakültəsini bitirib. Özü də yüksək balla qəbul olub. Sadəcə olaraq təhsil aldığı hüquq ixtisası ilə məşğul olsaydı, daha gözəl olardı. Bu ocağa neft, benzin atanlardan biri də odur. Dahi Nəsrəddin Tusi bir bostanın yanından keçəndə qarpız almaq istəyir. Bostancı qarpızları düzür və bir-bir göstərib deyir. Bax, bu qarpızın içi qırmızıdır, amma şirin deyil. O biri qarpızın içi biraz ağdır, amma şirindir. Üçüncü qarpızı göstərir ki, bu qarpızın içi həm qırmızıdır, həm də şirindir. Qarpızları kəsirlər. Bostançının bütün dedikləri doğru çıxır.
Nəsrəddin Tusi əlini Bostançının çiyninə qoyur və deyir: Bostançı, başın yaxşı başdır. Heyf ki, qarpıza sərf etmisən. Bu qızdır, Aya Prima. Dediyim kimi, yüksək balla hüquq fakültəsinə girib, bildiyim qədərilə xaricdə hüquq fakültəsinin magistr ixtisasını da bitirib. Gözəl də ailəsi var. 2 il bundan əvvəl onu tənqid etmişdim. Mənə bir video hazırlayıb, kostyumuma, qalstukuma ironiya bildirib. Hətta anası dedi, bala, bəlkə işdən gəlib. Öpürəm o ananın əllərindən. Amma, əziz qızım, Taleh Yüzbəyovu təhdid edib, bir gün ərzində o video silinməsə, məndən heç kəs inciməsin, mənə zəng vurmasın. Əziz qızım, bu sözlərin bir təhdid olduğunu yəqin ki, anlayırsınız. Bilirsinizmi? Bəzi qadınların küyə düşərək, həmcinslərimi müdafiə edirəm düşüncələrinə gəlincə, həmcins, məmcins, boş şeydir, başını buraxın. Kişi və qadın hüquqları bərabərdir. Onda Azərbaycanda əxlaqsızlığı sosial şəbəkələrdə təbliğ edən Velizarı, Bayramı mən tənqid etməyim ki, həmcinsimdir. Bu dar təfəkkürdür axı. Mövzudan mövzu çıxarmayın. Taleh bəy haqlı ola onu az qala xain çıxartmağa çalışmayın. Adi bir təbiilik reklamına 1000 don geydirib, bəziyib, çürükçülük etməyin. Yormayım sizi. Özünüzə yaxşı baxın və kanalımı izləmədə qalın. Hələlik.